Baxın, bura demək olar ki, təkdamla bu tərəfə Deman restoranına yaxındır, içerlik tərəf. Bax, buradan belə gedirmiş bizim kəndə, Kəparad kəndinə yox, piyada cığıra yox. Bu qədimi yollardan biri olur. Bax, o vaxtı Masallıdan Ağaclıq olur. Bizim kənddən bu yolu gəliblər, bax bu yolu oradan çoxsunun Qızılsad varmış, elə adından ölürmüş, olub burada mişələrdə qalırmış. Demək olar ki, həmin vaxtı Masallıların əksəriyyətinə mənim babam təşkilatlıq əsasında 16 dənə öküz verirlər, nə qədər darı sad veriblər. Masallı cəmaata acından ölməsində o vaxtda oralar suzaqlığımız, bataqlıq. Onlar unutmayıb, yaddan çıxartmayanlar var. Hələ də yaddan gəlib gedənlər var. Bizim kətdə yardımda, bizim kətdən ən çox qonşu kətlərdə də təşkilatlığı əsasında babam nə qədər arı, öküz, darı, nə bilim, belə şeylər o Masaldan gələnlərə verirlər, yığıb verirsə acından ölməsinlər. Masallıda vəziyyət çətinmiş. Xəstəlik biyəndən, qara yara biyəndən, nə bilim, yol uxturucu biyəndən, bu tərəfdən də Ağaclıq. İndi həmin Masallı sakinlərinin çoxları yaddan çıxartmayam, amma çoxları naşükürdür. Nə üçün? Bir dəfə bizim həyətdə sarımsaq əkəndə ördü. Sarımsaq əkdik, sarımsaq tərslikdən çox oldu, iri. Yekə sarımsaq oldu. Belə sarımsaq oldu. Bizdə də xəstəmiz var evdə deyə, baxanımız olmadı. Onu yığdı, dədə babadan biz alverçi olmayıb. Nə də nəsə satmamışdı orada. Nəysə, sözün qısası apardıq Masallı, əmi oğlu oradaydı. Dedik, əmi sarımsağa gəlmiş o. Adam utanır da satmağa. 20 şokdur, nə qədərdir belə, 30-dur, 20. Kimə dedi sarımsağı götürür. Axırda o qalmışdı, elə belə verib çıxıb gələk. Özlərindən bu boydana sarımsağı çıxılır. Sarımsağı 60 qəpiyə verirdilər memləkətə. Amma bizim nə boyda sarımsaq, onların 10 dənəsi bizim bir dənə. İnsafsızlıq elədilər. Yadımdan çıxmır, heç vaxtı da çıxmayacaq. Deməli, video. Deməli, bunlar sarımsağı bizdən ucuz götürdülər. Ucuz. Sarımsağı ucuz götürdülər, amma 100 illərdir biz onlardan al veririk. Görürsən, haqq ədalət budur. İlana bax.